Salam əziz abituriyentlər. Mən bugünkü videoda müəllifi Adil Allahverdiyev olan biologiya test toplusundan vegetativ orqanların izahını vermək istəyirəm. Birinci sualdan başlayırıq. Sualda deyilir ki, 3 illik alma bitkisinin gövdəsində 5 ildən sonra hansı prosesin getməsi zəifləyər? Sözsüz ki, qazlar mübadiləsi zəifləyər. Doğru cavabımız olur A variantı. Bəs nə üçün digər variantlar deyil, ona da baxaq. B variantında deyilir ki, illik halqaların əmələ gəlməsi bitkinin yaşı artdıqca illik halqaların da yaşı artar, yəni sayı artar, zəifləməz. Mövsüm həlqələrin əmələ gəlməsi eyni şəkildə bu da artar. Çünki yaz, yay, payız hüceyrələri birləşir, illik halqanın əmələ gəlməsinə səbəb olur. Qeyri-üzvü maddələrin hərəkəti bu da dayana bilməz. Çünki kökdə əmici tellər vasitəsilə torpaqdan alınmış su və qeyri-üzvü maddələr yarpağa çatdırılmalıdır ki, fotosintez prosesi getsin. Bu proses dayana bilməz. Üzvü maddələrin hərəkəti də eyni şəkildə. Çünki yarpaqda üzvü maddə əmələ gəlir və əleyhbənzər borular vasitəsilə bitkinin digər üzvlərinə çatdırılır. Bitki yaşadığı müddətcə bu proses zəifləməz. Keçirik ikinci suala. Sualda deyilir ki, təkamülcə ən cavan bitki şöbəsinə aid olan bitkilər maksimum neçə cür vegetativ orqanla çoxala bilər? Təkamüldə ən cavan bitki şöbəsi örtük toxumlu bitkilərdir ki, örtük toxumlu bitkilər kök, gövdə, yarpaq vasitəsilə vegetativ üsulla çoxala bilər. Doğru cavabımız olur 3, yəni B variantı. Keçirik üçüncü suala. Sualda deyilir ki, təkamülcə ən cavan bitki şöbəsində hansı kök növü generativ orqandan inkişaf edər? Demək, bu da örtük toxumlu bitkilər şöbəsidir ki, burada əsas, əlavə və yan köklər var. Amma sadəcə olaraq əsas kök toxumdan, yəni generativ orqandan inkişaf edə bilər. Doğru cavabımız olur Y variantı. Çünki əlavə kök gövdə və yarpaqdan, yan kök isə digər köklərdən inkişaf edər. Generativ orqandan deyil. Keçirik dördüncü suala. Dördüncü sualda deyilir ki, Paleozoy erasının silur dövründə əmələ gələn bitki sinifində hansı kök növlərinə rast gəlinə bilər? Paleozoy erasının silur dövründə qıcıkimlər əmələ gəlir ki, qıcıkimlərdə ilk dəfə əlavə və yan köklər inkişaf edir. Yəni, həmin köklərə malik olur, əlavə və yan köklər. Bu da doğru cavabımız olur B variantı. Əsas kök ola bilməz, çünki əsas kök ilk dəfə çılpaq toxumlu bitkilərdə əmələ gəlir. İndi isə keçirik 5-ci suala. Sualda deyilir ki, Paleozoy erasının Devon dövründə əmələ gələn bitki siniflərində hansı kök növlərinə rast gəlinməyib? Bilirik ki, Paleozoy erasının Devon dövründə qıcıkimlər əmələ gəlir və qıcıkimlərdə ilk dəfə əlavə və yan köklər əmələ gəlir. Yəni, əsas kök yoxdur, çünki əsas kök çılpaq toxumlu bitkilərdə ilk dəfə əmələ gəlir. Demək, əmələ gəlməyən kök, yəni əsas kökə aid olan xüsusiyyətləri seçməliyik. Birdə deyilir ki, rüşeyin kökündən inkişaf edən kök növünə, doğrudan da biz bilirik ki, əsas kök toxumun rüşeyin kökündən əmələ gəlir və bu qıcıkimlərdə ola bilməz. İkinci fikrə baxırıq. Təkamülcə ən cavan kök növündən inkişaf edən kök növünə, demək, təkamülcə ən cavan kök əsas kökdür. Amma əsas kökdən yan köklər inkişaf edə bilər ki, bu qıcıkimlərdə var. Üçüncü fikrə baxırıq. Ən qədim vegetativ orqanlardan inkişaf edən kök növünə ən qədim vegetativ orqan gövdə və yarpaqdır ki, bu ilk dəfə mamırlarda əmələ gəlir və əlavə kökdən isə yan köklər inkişaf edə bilər. Yəni, əlavə və yan köklər ola bilər. Təkamülcə ən cavan kök növünə, təkamülcə ən cavan kök əsas kökdür ki, əsas kökdə qıcıkimlərdə ola bilməz. Yəni, 1 və 4 cavabını seçə bilərik. Y variantı. 6-cı sualda deyilir ki, kök sistemlərinin əmələ gəlməyə başlaması və yekunlaşması neçə dövrü əhatə edir? Biz bilirik ki, silur dövründə, yəni Paleozoy erasının silur dövründə qıclar əmələ gəlir ki, qıclarda əlavə və yan köklər inkişaf edir. Sonra Paleozoy erasının Devon dövründə isə ilk toxumlu qıclar əmələ gəlir ki, burada toxum olduğu üçün əsas kökdə inkişaf edə bilər. Demək, 2 dövrü əhatə edir. Doğru cavabımız olur B variantı. Keçirik 7-ci suala. 7-ci sualda deyilir ki,
Kök növlərinin əmələ gəlməyə başlaması və yekunlaşması neçə dövrü əhatə edir? Paleozoik erasının Silur dövründə əlavə və yan köklər əmələ gəlir. Paleozoik erasının Devon dövründə isə əsas kök əmələ gəlir. Demək, köklərin əmələ gəlməyə başlaması və sona çatması 2 dövrü əhatə edir. Doğru cavabımız olur C variantı. 8-ci suala baxırıq. Sualda deyilir ki, neçə müasir bitki şöbəsində kökə rast gəlinmir? Demək, bitki şöbələri yosunlar, mamırlar, qıcılar, çılpaq toxumlar və örtülü toxumlardır ki, yosunlarda, mamırlarda kökə rast gəlinmir. Yəni, 2 şöbəsində kök yoxdur. Doğru cavabımız olur D variantı. 9-cu sualda deyilir ki, müasir ali bitki şöbələrinin neçəsində təkamülcə ən cavan kökə rast gəlinmir? Demək, ali bitkilər, mamırlar, qıcılar, çılpaq toxumlar və örtülü toxumlardır ki, təkamülcə ən cavan kök əsas kökdür. Əsas kök həm demək mamırlarda, həm də ki qıcılarda olmaz. Yəni 2 bitki şöbəsində olmaz. Amma çılpaq toxumlu və örtülü toxumlu bitkilərdə ola bilər. Doğru cavabımız olur A variantı. 10-cu sualda deyir ki, toxumla çoxalan bitkilərin ontogenezi zamanı kök növləri hansı ardıcıllıqla çıxır? Demək, toxumlu bitkilərdə toxum əkdiyimiz zaman əvvəlcə toxumun rüşeyin kökündən əsas kök inkişaf edir. Əsas kökdən yan köklər inkişaf edir. Rüşeyin gövdəciyi inkişaf etdikdən sonra gövdəcikdən əlavə kök inkişaf edə bilər. Demək, ardıcıllıq əsas, yan, əlavə. Yəni 1, 2, 3 olur. Doğru cavabımız olur D variantı. Keçirik 11-ci suala. Sualda deyilir ki, təkamülcə kök növləri hansı ardıcıllıqla əmələ gəlir? Əlavə və yan köklər ilk dəfə qıcı kimlərdə əmələ gəlir? Sonra çılpaqlı toxumlu bitkilər əmələ gəldikdən sonra, toxum əmələ gəldikdən sonra əsas kök inkişaf edir. Demək, doğru cavabımız olur əlavə, yan, sonra əsas. Doğru cavabımız olur 1, 2, 3. Bu da demək 1, 2, 3 C variantına uyğun gəlir. 12-ci sualda deyilir ki, əgər çiçəkli bitkilərdə qıcılarda olan kök növünə rast gəlinirsə, demək qıcılarda biz bilirik ki, əlavə və yan köklər əmələ gəlir. Əgər bir çiçəkli bitkilərdə sadəcə olaraq əlavə və yan kök varsa, demək bu vegetativ üsulla çoxalan bitkidir. Burada əsas kök yoxdur. Baxırıq, birinci fikirdə deyilir ki, o 1 illik bitkidir. Xeyr, 1 illik bitki olduğu üçün sadəcə olaraq əlavə və yan köklər olar, belə bir fikir ola bilməz. Çünki 1 illik bitki ola bilər və əsas kökü də ola bilərdi. Sonra ikinci fikirdə vegetativ yolla çoxalır. Bu doğrudur. Vegetativ yolla çoxaldığı zaman əsas kök inkişaf etməz. 3-də deyir ki, generativ orqandan başlanğıc götürən kök növü yoxdur. Doğrudan da əsas kök generativ orqandan, yəni toxumdan başlanğıc götürür və qıclarda isə əsas kök olmadığı üçün, sadəcə olaraq əlavə və yan kök olduğu üçün biz bunu da doğru cavab olaraq götürə bilərik. Çünki deyir ki, çiçəkli bitkilərdə sadəcə olaraq əlavə və yan kökü olsun. Doğru cavabımız olur 2 və 3. Demək, 12-də bu da uyğun gəlir A variantına. A variantını qeyd edirəm. Bir dəqiqə. 13-cü suala baxırıq. Sualda deyilir ki, Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Əsas kök və yan kök. Baxırıq bir-bir. Birinci fikirdə deyir ki, 2 müasir bitki şöbəsində rast gəlinir. Bu əsas kökdür ki, sadəcə olaraq çılpaq toxumlularda və örtülü toxumlu bitkilər şöbəsində var. Digər bitki şöbələrində yoxdur. İkinci fikirdə deyilir ki, ali bitkilərin bir şöbəsində rast gəlinmir. Ali bitkilər dedikdə mamırlar, qıcılar, çılpaq toxumlar və örtülü toxumlu bitkilər şöbəsi nəzərdə tutulur ki, ali bitkilərdən sadəcə olaraq mamırlarda yan kök olmur. 2-ni yan kök üçün yazırıq. Üçüncü fikirdə deyilir ki, təkamülcə ən qədim generativ orqandan inkişaf edir. Təkamülcə ən qədim generativ orqan toxumdur ki, toxumun rüşeyin kökündən əsas kök inkişaf edər. Üçüncü fikri də əsas kök üçün yazırıq. Dördüncü fikirdə deyilir ki, 3 müasir bitki şöbəsində rast gəlinir. Bu yan köklərdir ki, həm
qıcılarda, həm çapaq toxumlarda, həm də örtülü toxumlu bitkilərdə rast gəlir. Amma əsas kök sadəcə olaraq iki bitki şöbəsində, yəni çapaq toxumlarda və örtülü toxumlu bitkilərdə rast gəlinir. 4'ü biz yazırıq yan köklər üçün. 5'te deyilir ki, kök yumrusunun əmələ gəlməsində iştirak edir. Bilirik ki, kök yumrularının əmələ gəlməsində əlavə və yan köklər şəklini dəyişir və iştirak edir. Doğru cavab, yəni 5-cinin fikri yazırıq yan köklər üçün. 6-cı fikirdə deyilir ki, kök üksüyü var. Biz bildiyimiz kimi kök üksüyü bütün köklərdə olduğu üçün mən bunu ortaq xüsusiyyət olaraq Z üçün yazıram. Və doğru cavabımız olur A variantı. Keçirik 14-cü suala. Sualda deyilir ki, 2 dəricik hüceyrəsi və 1 ağızcıq hüceyrəsində olan cinsiyyət xromosomlarının cəmi neçə olar? 2 dəricik hüceyrəsi üzərinə gəlirəm. 1 ağızcıq hüceyrəsində 2 qapayıcı hüceyrə var. 2 gəlirəm, tapıram cəmi 4 hüceyrə var və hər bir hüceyrədə 2 cinsiyyət xromosomu var. Cinsiyyət xromosomunun sayı 8-ə bərabər olur. Yəni D variantı olur. Keçirik 15-ci suala. Sualda deyilir ki, 2 dəricik hüceyrəsi və 2 ağızcıqda olan cinsiyyət xromosomlarının cəmi. 2 dəricik hüceyrəsi üstə gəldik. 2 ağızcıq hüceyrəsində hərəsində 2 qapayıcı hüceyrə olduğu üçün cəmi 4 hüceyrə olur. Hüceyrələrin sayı 6-ya bərabərdir və hər hüceyrədə 2 cinsiyyət xromosomu olduğu üçün 2'ye vururam, olur 12. Yəni doğru cavabımız olur Y variantı. 16-cı suala baxıram. 16-cı sualda deyilir ki, yarpaq damarlarında neçə toxuma növünə və neçə növ hüceyrəyə rast gəlinir. Yarpaq damarları borulardan və liflərdən ibarətdir. Borular ötürücü toxuma, liflər isə mexaniki toxumadan ibarətdir. Yəni 2 toxuma növü var. Amma neçə növ hüceyrə deyəndə ötürücü toxumada su boruları və ələyə bənzər borular var. 2 budur. Bir də liflər var ki, 3 hüceyrə qrupuna rast gəlinə bilər. Doğru cavabımız olur A variantı. Keçirik 17-ci suala. 17-ci sualda deyilir ki, buğumunun yarpağa nisbəti 1-1 olan bitkiləri seçin. Demək, biz bilirik ki, yarpaqlar gövdə üzərində 3 cür düzülüşə malik ola bilər. Növbəli düzülüşə malik olarsa hər buğuma bir yarpaq birləşir. Qarşı-qarşıya olarsa 1-2 nisbətində olur. Yəni hər buğuma 2 yarpaq birləşir. Əgər topa düzülüşə malik olarsa hər buğuma minimum 3 yarpaq birləşir. Yəni 1-3 nisbətində ola bilər. Burada 1-1 nisbəti istədiyi üçün biz növbəli düzülüşə malik olan bitkiləri seçməliyik. Bu bitkilər cökə, alma və itburnudur. Yəni 1-2-3 doğru cavabımız olur Y variantı. Amma yasəmən qarşı-qarşıya düzülüşə malikdir. Gicitkən qarşı-qarşıya düzülür, yəni 1-2 nisbətindədir. Oleander isə topa düzülüşə malik olan bitkidir. Yəni 1-3 nisbətindədir. Doğru cavabımız olur Y variantı. 18-ci suala baxırıq. Sualda deyilir ki, buğumun yarpaq nisbəti 1-2 olan bitkiləri göstərin. Yəni qarşı-qarşıya düzülən bitki götürməliyik. Bu da yasəmən və gicitkandır. Yəni 4-5 doğru cavabımız olur C variantı. Cökə, alma, itburnu növbəli düzülüşə malikdir. 1-1 nisbətində olur. Oleander isə topa düzülüşdür. 1-3 nisbətində olur. Doğru cavabımız oldu C variantı. Keçirik 19-cu suala. Sualda deyilir ki, 30 illik çiçəkli bitkinin gövdəsində neçə illik halqası var? Sözsüz ki, illərin sayına bərabər olur illik halqası. Doğru cavabımız olur C variantı. 20-ci sualda deyilir ki, 40 illik çiçəkli bitkinin neçə kambiqatı ola bilər? Kambiqatı sadəcə olaraq 1'ə bərabər olur. Neçə yaşı olursa olsun, kambiqatı sadəcə olaraq 1'ə bərabər olur. 21-ci sualda deyilir ki, yarpaq damarlarında hansı hüceyrələrə rast gəlinir? Yarpaq damarları əleyhbənzər borularından, su borularından və yarpaq liflərindən ibarətdir. Demək, yarpaq borucuqları ola bilər, əleyhbənzər boruları ola bilər, bir də liflər mexaniki toxumadır, bu ola bilər. Demək, doğru cavab 1, 2, 3, yəni C variantıdır. Amma sütunvari süngər toxuma lətli hissəsidir yarpağın, dərici isə örtük hissəsidir. Yəni doğru cavabımız oldu
İndi isə növbəti suala, yəni 22-ci suala baxırıq. Sualda deyilir ki, 20 illik çiçəkli bitkinin neçə mövsüm həlqəsi olar? Demək, 20 illik bitkidirsə, demək 20 illik halqası var. Hər illik halqanı əmələ gətirən yaz, yay, payız hüceyrələridir. Demək, 20 illikdirsə, mövsüm halqanı istəyirsə 20-ni 3-ə vurmalıyıq. Doğru cavabımız olur Y variantı, yəni 60-a bərabərdir. Doğru cavabımız oldu Y variantı. 23-cü suala baxırıq. 23-cü sualda deyilir ki, buğumun yarpağa nisbəti 1-3 olan bitkiləri göstərin. 1-3 nisbətidirsə, biz topa düzülüşə malik olan bitkiləri götürməliyik. Topa düzülüşə malik olan bitkilərdə oleander, olediya, qatır quyruğu və qarğa gözü ola bilər. Burada bu test tapşırığında sadəcə olaraq oleandırı verir. Yəni doğru cavabımız yalnız 6, yəni Y variantıdır. Baxaq. Alma, itburnu, bir də cökə növbəli düzülüşdür, yəni 1-1 nisbətindədir. Gicitkən yasəmən isə 1-2 nisbətindədir, çünki qarşı-qarşıya düzülən bitkilərdir. 24-cü suala baxırıq. Sualda deyilir ki, meyvə kökün yuxarı hissəsindən bilavasitə nə başlanğıc götürər? Meyvə kök əsas kök və gövdənin aşağı hissəsinin şəkil dəyişməsidir. Meyvə kökün yuxarı hissəsi dedikdə, bu gövdədir, çünki gövdənin aşağı hissəsi şəklini dəyişir. Gövdədən isə sadəcə olaraq əlavə köklər inkişaf edə bilər. Doğru cavab əlavə kök, yəni 5-dir. Yalnız 5, bu da olur A variantı. 25-ci suala baxaq. Sualda deyilir ki, meyvə kökün ortasından başlanğıc götürür. Meyvə kök deyirik ki, əsas kökün şəkil dəyişməsidir. Əsas kökdən də sadəcə olaraq yan kök başlanğıc götürə bilər. Doğru cavabımız A variantı, yalnız yan kök ola bilər. Çünki əsas kök rüşeyin kökündən başlanğıc götürər. Yarpaqdan əlavə köklər, demək əlavə kök yenə yarpaqdan başlanğıc götürə bilər. Gövdədən də demək əlavə köklər başlanğıc götürə bilər. 26-cı suala baxırıq. 26-cı sualda deyilir ki, kök yumrusundan nə başlanğıc götürür? Kök yumrusu dedikdə əlavə və yan kökün şəkil dəyişməsidir. Əlavə və yan kökdən başlanğıc götürən sadəcə olaraq, yəni digər köklərdən başlanğıc götürən yan köklər olur. Doğru cavabımız 5-dir. Yalnız 5, yəni Y variantıdır. 27-ci suala baxırıq. 27-ci sualda deyilir ki, yasəmənin 56 yarpağının birləşdiyi buğumlara cökənin neçə yarpağı birləşir? Yasəmən qarşı-qarşıya düzülüşə malik olan bitkidir. Əgər onun 56 yarpağı varsa, 2-yə bölürük, tapırıq ki, 28 buğumu var. Cökədə isə hər buğuma bir yarpaq birləşdiyi üçün buğum sayı ilə yarpaq sayı bir-birinə bərabər olur. Yəni, doğru cavabımız olur C variantı. 28-ci suala baxırıq. Sualda deyilir ki, itburnunun mürəkkəb yarpaqlarında maksimum 70 yarpaq ayasına rast gəlinərsə, bu bitkidə mürəkkəb yarpaqlarının sayı buğum arasının sayından nə qədər çox olar? Demək, biz bilirik ki, itburnunun mürəkkəb yarpağında minimum 5, maksimum 7 yarpaq ola bilər. Burada maksimum deyir. Əgər maksimum 70 yarpağı varsa, biz onu 7-yə bölürük. Tapırıq ki, 10 dənə mürəkkəb yarpağı var. Və növbəli düzülüşə malik olduğu üçün buğum aralarının sayı buğumların sayından bir vahid az olur. Yəni, ondan çıxırıq biri, 9 dənə buğum arası var deməkdir. Demək, yarpaqların, yəni buğumlarının sayı buğum arasının sayından bir vahid çoxdur. Doğru cavabımız olur A variantı. 29-cu suala baxırıq. Sualda deyilir ki, yarpaq ayasında hansı toxumalara rast gəlinər? Yarpaq ayası, yəni daxili quruluşunu öyrənəndə demişdik ki, yarpaq ayası çöldən örtük toxumasından, yəni dəricikdən təşkil olur. Altında əsas toxuma var, yəni sütunvari və süngər toxumasından təşkil olunur. Sonra borlu, damarlı liflər var. Borular ötürücü toxumadan, liflər isə mexaniki toxumadan ibarətdir. Demək, yarpaqda dəricik örtük toxuma, lətli hissəsi əsas toxuma, boruları ötürücü toxuma, liflər isə mexaniki toxumadan təşkil olur. Yəni, doğru cavabımız olur A variantı. 30-cu sualda deyilir ki, 2 buğda, 4 inci çiçəyi və 5 palıd, 6 üzüm yarpağında neçə ana damar olar?
Bilirik ki, paralel və qövsvari damarlanmada ana damar olmur. Buğda paralel damarlanır, ana damar yoxdur. İnci çiçəyi qövsvari damarlanır, ana damar yoxdur. Amma 5 palıd və 6 üzüm, bu hər ikisi örtülü toxumlu bitkilərdir. Örtülü toxumlu bitkilərdə isə yarpaq damarlanması torvaridir və ana damar olur. Demək 5 ana damar palıdda, 6 ana damar isə üzümdə olur. Bunları da toplayanda 11'ə bərabər olur. Demək doğru cavabımız olur A variantı. 31-ci suala baxırıq. 31-ci sualda deyilir ki, yarpaq lətində hansı toxuma və hüceyrələrə rast gəlinir? Yarpaq ləti əsas toxumadan təşkil olunur ki, əsas toxumada həm sütunvari, həm də süngərvari hüceyrələrə rast gəlmək olur. Əsas toxuma deyirsə 1 doğrudur. Sütunvari assimilyasiya toxuma hüceyrəsi, bu da doğrudur. Bir də süngərvari assimilyasiya hüceyrələri, bu da doğrudur. Demək doğru cavabımız 1, 2 və 5'dir. Yəni Y variantıdır. Çünki yarpaq lifləri deyirsə, bu əsas toxuma deyil. Yarpaq lifləri borlu, damarlı dəstlərdə olur. Yarpaq boruları da eyni şəkildə, dərici isə örtük hissəsində olur. Lətli hissəsində isə əsas toxuma, sütunvari və süngərvari toxuma ola bilər. İndi isə 32-ci suala baxırıq. Sualda deyilir ki, arealın müəyyən sahəsində yaşayan bitkilərdə kök növlərindən 28'i generativ orqandan, 60'ı gövdədən, 50'si isə kökün öz növlərindən başlanğıc götürmüşdür. Bu arealda neçə bitki yaşayır, onların köklərində neçə kök üksüyü var. Bildiyimiz kimi generativ orqandan inkişaf edən kök əsas kökdür. Yəni toxumun rüşeym kökündən əmələ gəlir. Əsas kök isə elə bitkinin sayına bərabər olur. Yəni 28 bitki var burada deməkdir. Kök üksüyü isə bütün köklərin uç hissəsində ola bilər. Demək, yazırıq. 28 bitki yaşayır və kök üksüyü isə 28 əsas kök. Üzərinə gəlirik. Demək, gövdədən inkişaf edən kök 60 əlavə kök. Digər köklərdən inkişaf edən kök 50'si isə yan kök olur. Bunların cəmi isə 138'ə bərabərdir. Demək, doğru cavabımız A variantıdır. 28 bitki yaşayır və cəmi 138 kök üksüyü var. İndi isə 33-cü suala baxaq. Sualda deyilir ki, arealın müəyyən sahəsində demək, yaşayan bitkilərin köklərindən 30'u generativ orqandan inkişaf edən kökdür, yəni əsas kökdür. 70'i gövdədən, yəni əlavə köklərdir. 40'ı isə kökün öz növündən, yəni yan köklərdir, inkişaf etmişdir. Bu arealda neçə bitki yaşayır və onların köklərində birlikdə cəmi neçə zona ayrıt edilir. Demək, mən dedim ki, generativ orqandan əmələ gələn kök əsasdır. Hər bitkidə bir əsas kök olduğu üçün elə əsas kökün sayı bitkinin sayına bərabər olur. Demək, burada 30 bitki var. İndi bitkilərin cəmini hesablayaq. Demək, bitkilərin cəmi 30 əsas kök, demək 70 əlavə kök, 40 dənə isə yan köklər olur və bunların cəmi 140'a bərabərdir. Və hər kökdə 4 dənə zona ayrıt edildiyi üçün 4'ə vururuq, olur 560. Demək, doğru cavabımız olur A variantı. Bitkinin sayı 30'a bərabərdir. Cəmi 140 kök var. Hər kökdə 4 zona ayrıt edildiyi üçün 4'ə vururuq, 560'a bərabər olur. Keçirik 34-cü suala. 34-cü sualda deyilir ki, Euler-Venn diaqramına uyğun olan bəndləri müəyyən edin. Əsas kök, yan kök, bir də ortaq əlamətlər, yəni əsas kökə aid olan, yan kökə aid olan, bir də ortaq olan xüsusiyyətləri seçməliyik. Bir də deyilir ki, kök yumrularının əmələ gəlməsində iştirak edir. Demək, kök yumrularının əmələ gəlməsində iştirak edən yan kökdür. Çünki kök yumruları əlavə və yan köklərin cəmidir. Bura biri yazırıq. İlk dəfə Paleozoy erasının Silur dövründə əmələ gəlir. Demək, ilk dəfə Paleozoy erasının Silur dövründə qıcı kimlər əmələ gəlir ki, onlarda ancaq əlavə və yan köklər olur. Əsas kök olmur. Demək, 2'ni də mən yan kök üçün yaza bilərəm. 3'də deyilir ki,
Paleozey erasında silur dövründə əmələ gələn ali sporlu bitki sinifində yalnız gövdə və yarpaqlardan əmələ gələn kök növlərindən inkişaf edir. Demək, silur dövründə qıcı kimlər əmələ gəlir ki, bunlarda əlavə və yan köklər olur. Həmin köklərdən də yan köklər inkişaf edə bildiyi üçün üçü də mən yan kök üçün yaza bilərəm. Dördüncü fikrə baxaq. Ən cavan bitki şöbəsində həm də əsas, həm əlavə kökdən inkişaf edir. Demək, ən cavan bitki şöbəsi dedikdə bu örtül toxumlu bitkilər şöbəsidir. Həm əsas, həm də əlavə kökdən inkişaf edir. Bu olar yan kök, yəni 4'ü də yan kök üçün yaza bilərik. Keçirik 5'ə. 5'də deyir ki, çiçəkli bitkilərin ontogenezi zamanı ən əvvəl əmələ gələn kök növüdür. Çiçəkli bitkilərin ontogenezində, yəni toxum cücərən zaman əvvəlcə əsas kök əmələ gəlir, sonra yan kök, sonra gövdəcik inkişaf etdikdən sonra gövdəcikdən əlavə kök əmələ gələ bilər. Demək, ontogenezində əsas kök əmələ gəlir. Demək, bu çiçəkli bitkilər üçündür. Yəni, mən bu fikri əsas kök üçün yaza bilərəm. 6-cı fikrə baxaq. Təkamülcə ən qədim kök növüdür. Təkamülcə ən qədim kök növü olan yan köktür. Yəni, mən altını buraya yazıram. Çünki əlavə köklər təkamülcə ən qədim kök növüdür. Bəli, altını mən yan kök üçün yaza bilərəm. Nə üçün yan kök üçün yaza bilərəm? Çünki təkamül prosesində ilk dəfə qıcıkimlərdə əlavə və yan köklər əmələ gəlir. Sonra çapaq toxumlu bitkilərdə əsas kök əmələ gələ bilir. Yəni, doğru cavabımız olur A variantı. Amma burada altını A variantında Z-də, mərkəzdə götürülür. Amma mən bununla razılaşmıram. Çünki təkamülcə ən qədim kök növü yan köktür. Mən altını, yəni bu fikri yan kökə yaza bilərəm. Çünki əsas kök təkamülcə ən qədim deyil, ən cavan olanıdır. Sonra keçirik 35-ci suala. Sualda deyilir ki, demək, qrafikdə buğumların sayı ilə yarpaqlar arasında asıllıq göstərilmişdir. Əgər bir buğuma 2 yarpaq, 2 buğuma 4 yarpaq, baxın, demək 2 buğuma 4 yarpaq birləşir, 3 buğuma 6 yarpaq birləşirsə, bu qarşı-qarşıya düzülüşdür. Qarşı-qarşıya düzülüşdə buğumların sayı ilə yarpaq sayı demək 1-2 nisbətində olmalıdır. Rəqəmlərə əsasən nələri söyləmək olar? Yarpaqlar qarşı-qarşıya düzülür. Doğrudan da qarşı-qarşıya düzülür. Çünki hər buğuma 2 yarpaq birləşir. Zoğ üzərində 2 yarpağa rast gəlinirsə, buğum arasına rast gəlinməz. Doğrudan da əgər 2 yarpağı varsa, sadəcə olaraq bir buğumu var deməkdir. Buğum arası yoxdur. Çünki buğum arası 2 buğum arasında qalan məsafədir. Bunu da götürə bilərik. 3'də deyilir ki, bu düzülüşdə itburnu tozağacı bitkilərinə rast gəlinir. Xeyr, bu düzülüş tozağacı bitkisində rast gəlinə bilməz. Çünki tozağacı bitkisində, itburnunda bir buğuma bir yarpaq birləşməlidir. Yəni, növbəli düzülüş olmalıdır. Bu fikri götürə bilmərik. 4'də deyir ki, bu bitkinin buğum arılarının sayı qoltuq tumurcuqlarının sayına bərabərdir. Bu da ola bilməz. Çünki buğum arılarının sayı buğumların sayından bir vahid az olur. Doğru cavabımız 1-2 olduğu üçün cavab olaraq D variantını götürə bilərik. Sonra keçirik 36-cı suala. Sualda deyilir ki, qrafikdə buğumları ilə, buğumların sayı ilə yarpaqlar arasında asıllıq göstərilmişdir. Baxaq, bir buğuma 3 yarpaq birləşir, topa düzülüşdür. 2 buğuma 6 yarpaq birləşir, topa düzülüşdür. 3 buğuma 9 yarpaq birləşirsə, demək bu topa düzülüşə malik olan bitkidir. Rəqəmlərə əsasən nələri söyləmək olar? Bitkinin zoğunda 3 yarpaq olanda buğum arası olmur. Doğru fikirdir. Çünki əgər bir buğumu olarsa 3 yarpaq birləşir. Bu zaman 2 buğum olmalıdır ki, buğum arası olsun. 3 yarpaq və bu bir buğum olanda buğum arası ola bilməz. Sonra keçirik ikinci fikrə. Demək, İkinci fikirdə deyir ki, bu düzülüşə oleander bitkisində rast gəlinə bilər. Doğrudan da topa düzülüşə malik olan bitkilər oleander, olediya, qatır quyruğu, qarğa gözü ola bilər. Bu fikir də doğrudur. 3'də deyir ki, buğum arasının sayı yarpağın sayından 4 dəfə az olur. Xeyr, buğum arasının sayı demək, buğumların sayından 1 vahid az, yarpaqların sayından isə 2 vahid az olar. 4 vahid deyil.
3 vahid üzr istəyirəm. Sonra keçirik 4-cü fikrə. Qoltuq tumurcuqlarının sayı buğmarasının sayına bərabər olur. Bu da yanlış fikirdir. Buğmarasının sayı yarpaqların sayına və yaxud da qoltuq tumurcuğunun sayına bərabər olmaz. Bunların sayından bir vahid az olar. Doğru fikir 1 və 2 olduğu üçün cavabımız olur D variantı. 37-ci suala baxırıq. Sualda deyilir ki, Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Əsas kök və yarpaq üçün olan əlamətləri seçək. Birdə deyilir ki, ilk dəfə Paleozoik erasının Ordovik erası olmaz, çapda səhv düşür. Ordovik dövründə əmələ gəlir. Demək, bu eradan, bu dövrdə mamırlar əmələ gəlir ki, mamırlarda isə ilk dəfə gövdə və yarpaq inkişaf edir. Demək, bu fikri mən yaza bilərəm yarpaq üçün. 2-yə baxırıq. 2-də deyir ki, yaşıl quş mamırının cinsiyyətli nəslində rast gəlinir. Yetkin fərd, yəni quş mamırı cinsiyyətli nəsil ola bilər. Çünki orada qametlər əmələ gəlir və quş mamırında da biz bilirik ki, əsas kök ola bilməz. Sadəcə olaraq gövdə və yarpaq ola bilər. Bu fikri də yarpaq üçün yaza bilərik. 3-ə baxırıq. Qıcının cinsiyyətli nəslində rast gəlinmir. Qıcının cinsiyyətli nəsli dedikdə protal nəzərdə tutulur. Protalda isə nə əsas kök, nə də yarpaq ola bilməz. Demək, mən bunu ortaq xüsusiyyət üçün yaza bilərəm. Keçirik 4-cü fikrə. Fikirdə deyilir ki, təkamüldə ilk dəfə 2 generativ orqana malik olan bitkilərdə əmələ gəlir. 2 generativ orqana malik olan bitki çapaq toxumlarıdır ki, çapaq toxumlarda ilk dəfə əsas kök əmələ gəlir. Demək, bu fikri mən əsas kök üçün yaza bilərəm. Yazdıq və tapdıq ki, doğru cavabımız oldu A variantı. Keçirik 38-ci suala. Sualda deyilir ki, 2 illik çiçəkli bitkinin ontogenezi zamanı bir dəfə çıxan orqan ilk dəfə hansı erada əmələ gəlir? Bir dəfə çıxan orqan əsas kök ola bilər ki, əsas kökdə bildiyimiz kimi Paleozoik erasının Devon dövründə əmələ gəlir. Doğru cavabımız olur A variantı. Amma mən bu şərtlə tamamilə razı deyiləm. Nə üçün? Çünki biz bilirik ki, 2 illik çiçəkli bitkilərdə çiçək, toxum, meyvə də bircə dəfə əmələ gəlir. Burada şərti bu cür düzəltməliyik ki, demək, 2 illik çiçəkli bitkinin ontogenezi zamanı bir dəfə çıxan vegetativ orqan yazsaq, onda şərtimiz daha doğru olardı. Keçirik 39-cu suala. Sualda deyilir ki, 2 illik çiçəkli bitkinin ontogenezi zamanı 2 dəfə çıxan vegetativ orqanlar ilk dəfə hansı bitki şöbəsində əmələ gəlir? Dedik ki, kök bir dəfə çıxır, amma 2 dəfə çıxan orqan gövdə və yarpaqdır. Gövdə və yarpaq isə ilk dəfə mamır kimlərdə əmələ gəlir. Doğru cavabımız olur A variantı. Keçirik 40-cı suala. Sualda deyilir ki, qovuqlu bitkidə rast gəlinməyən orqan ilk dəfə hansı dövrdə əmələ gəlir? Qovuqlu bitkidə kök yoxdur və kök ilk dəfə Paleozoik erasının Silur dövründə, yəni qıclarda əmələ gəlir. Doğru cavabımız olur C variantı. 41-ci suala baxırıq. Şəkildə 1, 2 və 3 rəqəmi ilə tumurcuğun hansı hissələri verilmişdir? Demək, 1-də gövdə verilir, 2-də yarpaq başlanğıcı, 3-də isə təpə tumurcuğu verilir. Doğru cavabımız olur C variantı. Bu tip test tapşırıqlarını işləmək üçün kitabdakı şəkillərə diqqətlə baxmaq lazımdır. Keçirik 42-ci suala. 42-ci sualda deyilir ki, 1, 2, 3 rəqəmləri ilə tumurcuğun hansı hissələri göstərilmişdir? Demək, 1-də təpə tumurcuğu, 2-də çiçək başlanğıcı, 3-də isə gövdə göstərilmişdir. Yəni, doğru cavabımız olur A variantı. 43-cü suala baxırıq. Sualda deyilir ki, itburnunun 8 buğumuna birləşən mürəkkəb yarpaqlarda olan yarpaq ayasının minimal sayı qədər buğuma cökə bitkisində neçə yarpaq birləşər? Demək, itburnunun 8 buğumunda 8 mürəkkəb yarpaq birləşir ki, hər mürəkkəb yarpaqlarda minimum 5 yarpaqcıq ola bilər. Vururam 8, vuraq 5, olur 40 buğum. Demək, 40 buğum var. Cökə bitkisində də bilirik ki, hər buğuma bir yarpaq birləşir. Demək, yarpaqla buğum sayı bir-birinə bərabər olur. Doğru cavabımız olur D variantı.
İndi isə 44-cü suala baxırıq. Sualda deyilir ki, hansı kök növünün sayına görə müəyyən ərazidə bitən bitkilərin sayını müəyyənləşdirmək olar? Bu əsas kökdür. Çünki hər bir kökdə sadəcə olaraq bir əsas kökü olur. Yəni, əsas kökün sayı bitkinin sayına bərabər olur. Amma əlavə və yan köklər çox olduğu üçün bu fikri onlar üçün deyə bilmirik. Doğru cavabımız olur əsas kök yalnız, yəni 1 Y variantı. 45-ci suala baxırıq. Sualda deyilir ki, arealın müəyyən sahəsində bitən oleander bitkisində 30 əsas kökə rast gəlinir. Hər bitkidə 15 buğum olduğunu nəzərə alsaq, bitkilərdə minimum neçə yarpaq ayasına rast gəlinə bilər? Demək, 30 əsas kök varsa, 30 bitki var deməkdir. Hər bitkidə 15 buğum varsa, əvvəlcə buğumların sayını hesablayırıq ki, 450 buğum var. Və oleander bitkisi topa düzülüşə malik olduğu üçün hər buğuma 3 yarpaq birləşə bilər. Demək, 450 buğumu vururuq 3-ə, bərabərdir 1350 yarpaq. Doğru cavabımız olur B variantı. Keçirik 46-cı suala. Sualda deyilir ki, arealın müəyyən bir sahəsində bitən hansı bitkilərin kök növlərinə görə bu ərazidə bitən bitkilərin sayını müəyyənləşdirmək olmaz. Demək, əsas kökə görə bitkinin sayını müəyyənləşdirmək olar. Amma əlavə və yan köklərə görə bitkinin sayını müəyyənləşdirmək olmaz. Demək, biz əsas kökə malik olmayan bitkiləri seçməliyik ki, 1. Qatır quyruğu əsas kökə malik deyil. Yəni, qıcı olduğu üçün sadəcə olaraq əlavə və yan köklər var. Planlarda da əlavə və yan köklər var. Qıcılarda da əlavə yan köklər var. Doğru cavabımız olur B variantı. Bəs nə üçün 4-ü və 5-i 6-nı seçmədik? Cökə örtül toxumlu bitkidir, əsas kökü var. Palıd örtül toxumlu bitkidir, əsas kökə malikdir. Quduzotu da örtül toxumlu bitkidir və əsas kökü var. Keçirik 47-ci suala. Sualda deyilir ki, illik həlqələr nələr arasında yerləşir? Biz bilirik ki, yazda, yayda və payızda əmələ gələn fəsil hüceyrələri birləşir, illik halqanın əmələ gəlməsinə səbəb olur. Və payızda əmələ gələn kiçik hüceyrələr və yazda əmələ gələn uzun hüceyrələr arasında çizgi yaranır ki, bu da illik halqaları göstərən əlamət olur. Doğru cavabımız olur A variantı. Keçirik 48-ci suala. Sualda deyilir ki, nə üçün yaşıl quş mamırının vegetativ orqanları allel genlər cütünə malik deyil? Çünki yaşıl quş mamırı yetkin bitki N xromosom dəstinə malikdir. Yəni, haploid xromosom dəstinə malikdir. Və haploid xromosom dəstinə malik olduğu üçün də allel cütə, yəni rast gəlmək mümkün deyil. Baxırıq, mitoz yolla əmələ gələn spordan inkişaf edən sporofit nəsildə olduğu üçün bu doğru fikir deyil. Mitoz yolda bölünmədən əvvəl də elə haploid xromosom dəstinə malik olur. C variantında deyir ki, mayalanmış yumurta hüceyrəsindən inkişaf edən gamatofit nəsildə olduğu üçün biz bilirik ki, quş mamırının mayalanmasından birbaşa gamatofit nəsil, yəni yetkin nəsil əmələ gələ bilməz. Əgər bu cür olsaydı, quş mamırı diploid xromosom dəstinə malik olardı və allel cütə malik ola bilərdi. Yəni, allel genlər cütünə malik ola bilərdi. D variantına baxırıq. Meyoz yolla əmələ gələn spordan inkişaf edən gamatofit nəsildə olduqları üçün. Doğrudan da demək, sporlar əvvəlcə qutucuq meyoz yolla bölünürdü. Sporlar əmələ gəlirdi. Haploid xromosom dəstinə malik sporlardan isə gamatofit, yəni yetkin nəsil alınırdı ki, bu da haploid xromosom dəstinə malik olurdu. Haploid xromosom dəstində də allel genlər cütünə rast gəlmək mümkün deyil. Doğru cavabımız olur D variantı. Keçirik 49-cu suala. Sualda deyilir ki, hansılar allel genlər cütünə malik deyil? Yetkin fərd haploid xromosom dəstinə malik olarsa, sözsüz ki, allel genlər cütünə malik ola bilməz. Bunun üçün biz haploid xromosom dəstinə malik olan canlıları seçməliyik. Erkək qıcının əlavə kökü, onu da qeyd edeyim ki, yosunlar və mamırlar haploid xromosom dəstinə malik olur. Qıcılar, çılpaq toxumlar, örtü toxumlu bitkilər isə
diploid xromosom dəstinə malik olur və allel genlər cütünə də malik ola bilər. Demək, erkək qıcı diploid olduğu üçün erkək qıcını götürə bilmirik. Erkək qıcının kökünü də və yaxud da gövdə hüceyrəsi də hamısı diploid olur. Yaşıl quşmamının gövdə hüceyrəsi haploiddir, bunu götürə bilərik. Sonra yaşıl quşmamının yarpaq hüceyrəsi, bu da haploid xromosom dəstinə malik olur, götürə bilərik. Yəni cavabımız 3 və 4-dür, C variantıdır. Amma gilasın gövdə hüceyrəsi örtük toxumlu bitkilər diploiddir, götürə bilmərik. Şamın yan kökləri, şam da diploid xromosom dəstinə malikdir, yəni bunu cavab olaraq götürə bilmərik. Doğru cavabımız oldu C variantı. 50-ci test tapşırığına baxırıq. Tapşırıqda deyilir ki, təbii yolla çoxalan çiçəkli bitkidə 49 kök var. Gövdədən inkişaf edən kök növlərinin sayı, yəni əlavə köklərinin sayı 30-dur. Bu bitkidə neçə yan kökə rast gəlinə bilər? Təbii yolla çoxalırsa, demək toxum vasitəsilə çoxalır. Ümumi toxum demək ümumi kökün sayı 49-a bərabərdir. Gövdədən inkişaf edən kök, yəni əlavə köklərin sayı 30-a bərabərdir. Bir dənə də əsas kök olduğu üçün 31 yazıram. Ümumi köklərdən 31-ni çıxdığımız zaman yerdə qalan 18 kök demək yan köklərin payına düşür. Doğru cavabımız olur D variantı. Keçirik 51-ci suala. 51-ci sualda deyilir ki, çiçəkli bitkidə 60 kök var. Kökün öz növündən inkişaf edən kök sayı 20-dir. Yəni bu 20 yan köktür, köklərdən əmələ gəldiyi üçün. Bu bitkidə təkamülcə ən qədim orqandan inkişaf edən köklərin sayı, yəni əlavə köklərin sayı, generativ orqandan inkişaf edən, yəni əsas kök sayından nə qədər çox olar? Bizdə 60 ümumi kök var. Bundan yan kökləri çıxırıq, 20-ni çıxırıq, yerdə qalır 40 kök. Bu 40 kökün 39-u əlavə kökdür, biri isə əsas kökdür. Bizdən isə əlavə kökün əsas kökdən, yəni generativ orqandan, toxumdan inkişaf edən əsas kökdən nə qədər çox olduğunu istəyir. Bu zaman biz demək 39-dan birini çıxırıq, demək 38 qalır. Doğru cavabımız olur 38. Keçirik 52-ci suala. 52-ci sualda deyilir ki, çiçəkli bitkidə 80 kök var. Təkamülcə ən qədim orqandan inkişaf edən kök sayı, yəni əlavə köklərin yarpaqdan əmələ gəldiyi üçün, gövdədən əmələ gəldiyi üçün əlavə kökdür. Əlavə kökün sayı generativ orqandan inkişaf edən, yəni əsas kök sayından 48 ədəd çoxdur. Demək, 49 əlavə kök var imiş ki, bir dənə də əsas kök çıxanda elə bir ki, sayı 48-ə bərabər olur. Yəni bu fərq 48-ə bərabər olur. Demək, normalda bir əsas